Avropada yaşayan Tural Sadıqlı barəsində axtarış elan edilib. Bakı şəhər baş polis idarəsi məlumatına görə Tural Sadıqlı axtarışa verilib. Qeyd edək ki, Tural Sadıqlı Almaniyada. Bu 4 il əvvəlin Azərbaycan Baş Prokurorluğu haqqında cinayət işləri açıb axtarışa verməsi barədə Azərbaycan Dövlət Televiziyasında yayımlanan xəbərlər idi. Bu dəfə 3 gün öncə isə indi sizə təqdim edəcəyim İctimai Televiziya Baş Prokurorluğun barəmdəki mətnini oxuyur və məni gələn ay, aprel ayının 15-i Bakıya, Baş Prokurorluğa rəsmi şəkildə bildirişlə dəvət edir. İndi mən o dəvət məktubunu da əldə etməyə çalışacağım və sizə göstərəcəm. Bəs İctimai Televiziya nələr danışıbdır? İndi videonu görəcəksiniz. Xahiş edirəm, sona qədər izləyin, bəyənin, paylaşın ki, səsimizi hər kəs duysun, eşitsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bir neçə başqa mühacirə də eyni cinayət işləri açıblar və deməli, Məhəmməd Mirzəli, Elşad Məmmədov, İlqar Hacıyev, Qabil Məmmədov, dünənləri bu xəbərlər yayıldı. Mənim xəbərim yox imiş. 3 gün öncə elə birinci mənim barəmdə Baş Prokurorluğun mətnini oxumaqla başladılar İctimai Televiziyada 14 mart tarixində axşam xəbərlərində. Bəs nələr tələb olunur? Bakıya gedəcəmmi? Getməliyəmmi? Başqaları haqqında deyə bilmərəm. Öz barəmdə fikrimi, niyyətimi, Bakıya gedib getməyəcəm bu videoda deyəcəm sizə. Hansı şərtlərlə Bakıya gələ bilərəm mən? Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinə təqdim etdiyi rəsmi məlumatı təqdim edirik. Təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzətoğlu barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. 1. Cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı və əlaqə məlumatları. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi. Ünvan Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə. Telefon 012 361 16 81. Faks 012 561 59 89. Elektron poçt ünvanı, kontakt, @, prosecutor.gov.az. 2. Çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı və atasının adı. Təqsirləndirilən şəxs 10 iyun 1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlifzətoğlu. Şəxsiyyət vəsiqəsinin seriyası 07 09 6 960. Fin 1P 5 9P 99. 3. Çağırışa gəlmənin vaxtı və yeri. Təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzətoğluna izah edilir ki, o şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibatı binasına gəlməlidir. 4. Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti. 2-5-2-0-0-6-0-0-7 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzətoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1, 34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilir. Ondan ötürü ki, onun 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını oturum izni ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirilməsinə və vətəndaşlıq almaq məqsədi ilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə
məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq mühafizə orqanlarına çağrılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar daxil edilmiş, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla, elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlanmasına, bundan başqa 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrini qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaqı aparılmış 162006084 nömrəli cinayət işi üzrə 27 mart 2019-cu il tarixli qərarla Sadıqlı Tural Əlövsətoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaqa aparılmış 202006049 nömrəli cinayət işi üzrə 7 sentyabr 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsətoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 30. Hələ mənim barəmdə həbs qətimkan tədbiri seçiblər. 3 ay neçə günsə, Kürdəxanada da yatızdırıblar qiyabi. 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilmişdir. 1 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən 1 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsətoğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1, 34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1, 320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmamışdır. 5. Çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı. Təqsirləndirilən şəxs Tural Sadıqlıya izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək, istədiyi halda müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir. 6. Qiyabi icraatın açıla biləcəyi və ya qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 54-cü və 467 defs 13.4-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barədə qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər. Ay, qorxdum ha, gəlməsəm. Gəlin başlayaq qaçıb gizlənməyimdən. Mən qaçıb gizlənməmişəm. Mən Almaniyada yaşayıram və Almaniyada hüquq mühafizə orqanı, polisi və s. xidmət dövlət orqanları mənim harada yaşadığımı da bilirlər.
və sizin hünəriniz, cəsarətiniz varsa, hə, qanuni yollarla müraciət eləyin, eləyirsiniz, bilirəm ki də. Və hər şey qanuni olsun, heç bir problem də yoxdur. Və mən Azərbaycan qanunlarına, bax, buradan açıq bəyan edirəm. O qanunları siz kağız parçası edib, yeri gələndə zibil qutusuna atmağınıza və tapdalamağınıza və qanunlara tüpürməyinizə baxmayaraq, mən yenə də Azərbaycan adına qanunlara yenə hörmət edirəm. Qanunlar qarşısında cavab verərəm. Amma o qanunları siz barmağınızda o tərəfə, bu tərəfə fırladırsınız. Mən Azərbaycana əgər dürüst məhkəmə, dürüst istintaq keçirilmiş olsa və siz də dürüst olmuş olsanız və xalqa zülm etməsəniz və Azərbaycanda İlham Əliyev islahatlar aparmış olsa, o zaman mən Azərbaycana gələrəm. Amma mən bunların heç birini görmürəm. Siz namərdsiniz, namərdlik edirsiniz. Başqalarına etdiyiniz kimi mənə qarşı da namərdlik edirsiniz. Dediyim kimi, mən qaçıb gizlənməmişəm. Buradayam. Harada qaçıb gizlənəm? Hər gün video çıxışlar edən adam nətər qaçıb gizlənə bilər? Hə? Almaniyadır bura, Avropadır. Siz ağlınızı hara getmişsiniz? Banan ölkəsidir, Rusiyadır, Orta Asiyadır, yoxsa Afrika ölkələridir, yoxsa Cənub-Şərqi Asiya ölkələridir, yoxsa Latin Amerikası ölkələridir. Vallahi onların hamısı elə Azərbaycandakı bu idarəçilikdən daha yaxşıdır. Əlqərəz, keçirəm mən məhkəməmizə bu günləri təşkil etdiyim, elə bu videoda təşkil etdiyim məhkəməyə. Dəyərli dostlar, deməli, orada maddələr səsləndirilir. Maddələrdə 2 əsasən iş üzrə istintaq ki, apararlar bunlar. 1, güya mən dələduzluq eləmişəm. Deməli, deyir ki, 1200 neçə manatsa bir şəxsə 2016-cı ildə pul atmışam və ikinci məsələ isə dövlət əleyhinə çağırışlar edib, hakimiyyəti zorla ələ keçirməyə qarşı çağırışlar. Hər ikisinin burada izahatını verəcəm. Adını çəkmədi. Bax, burada baş prokurorluğundan göndərilən məktubda jurnalist adını çəkmir ki, o attığım, pul attığım mənim güya pul attığım şəxs kimdir? Mən açıqlayıram. 2019-cu ildə, 18-ci ilin axırları idi, 19-da artıq həmən adamı Almaniyadan deport elədilər, arxasına təpik vurdular, göndərdilər Azərbaycana. Xəqani Xəlilov adında bir nəfəri Almaniyada mənim üzümə durğuzdurlar. Və bu şəxs də bizim mitinglər təşkil etdiyimiz zaman həmən ərəfələrdə yanımızda gəlib fırlanan bir adam olub. Mən də tanımamışam kimdir. Mən burada açıq deyirəm. Neysə burada bu Almaniya məhkəməsində yox, məhkəməyə heç iş getməyib. Polisində bu işi araşdırılıb, görüb ki, bu Azərbaycan hakimiyyətinin göndərdiyi adamdır. Onun sifarişini yerinə yetirən, üzümə Almaniyada durğuzmağa çalışan bir adamdır. Necə Azərbaycanda o polislərin, o dəyərli, dürüst insanların üzünə, müxalifətçilərin üzünə məhkəmələrdə polisləri və polisin o sukalarını durğuzurlar. Ağılları getmişdi Azərbaycana və Avropada da elə bir şeyə cəhd elədilər. Avropa polisi də baxdı ki, bu Xəqani Xəlilov Azərbaycan hakimiyyətindən adamıdır. Və güya mən bundan pul almışam, buna kağız vermişəm, nə bilim buna polis kağızı vermişəm, nə vermişəm. Özlərini baxın, baş prokurorluğun, mən güya Almaniyada bu fırıldağı eləmişəmsə, manat, burada deyir 1200 neçə manat. Almaniyada manat işləyir, başı boşlar. Barı evro deyin də, Almaniyada evro işləyir. Görün nə qədər saxtakarlıqla iş düzəldirlər ki, vurub üz gözlərinə də yapışdırırlar bu güya dırnaq arası istintaqlarını. Və həmən adam deməli polis baxır, görür ki, yalan danışır və məni dəvət edib. Çünki qanundur. Adam şikayət edirsə, məni çağırmalıdır. Mənim də ifadəmi alır, ondan da subutlar tələb edir. Subut zad verə bilmir, bilmirəm nə isə verirsə. Mən isə onunla əlaqəmin hansı səviyyədə olduğumu göstərirəm, gəlib mitingdə yanımızda durub, nə bilim bunu hakimiyyət göndəribdir bura gəlmək üçün. O vaxtı yəni biz aksiyalar edirdik, mən də insanlarla təmasda idim, mitinglərdə daha çox iştirak edirdim, bunu həmin bilirsiniz. Sonra mənə qarşı sui-qəsdlər cəhd etməyə başladılar. Bir dəfə Almaniyanın Berlində Azərbaycan səfirliyinin qarşısında, daha sonra evimin qarşısında, ondan sonra insanlarla
açıq təması mən kəsdim. Bunu məni tanıyanlar, Almaniyada yaşayanlar daha yaxşı bilir. Və ondan sonra bu onun kim olduğu, Xəqani Xəlilovun Azərbaycan hakimiyyətinə sifarişli qulluq etdiyini Almaniyanın xüsusi xidmət orqanları bilir. Yəqin ki, bu mənim ehtimalımda gördüklərimdir və aldığım məlumatlardır. Sonra miqrasiya xidmətinə məlumat verilir ki, bu adam Azərbaycan hakimiyyətinin sukasıdır və miqrasiya xidməti onun barəsində qərar verir. Haqqında deport qərarı çıxardır və 2019-cu ilin mart ayında, səhv etmirəmsə mart ayında Azərbaycana deportasiya olunur. Mənim üzümə durmasından bir neçə ay sonra, fikir verirsiniz dəyərli dostlar, və üzərindən bir neçə il keçir və mən sonra Almaniyanın Nürnberg şəhərində eşidirəm ki, Xəqani Xəlilov deməli Almaniyada hətta gəlibdir, amma Almaniya vizası ilə deyil, hansısa saxta Litva vizası ilə falan mı, sonra quru yollarla Polşadan və s. Almaniyaya keçib, artıq bu başlayıbdır. İnsan alverindən, viza düzəltməklə, Azərbaycandan insanları Avropaya gətirmək işi ilə məşğul olmağa, buna bu işi təşkili yaradıblar. Güya Dövlət Təhlükəsizlik Xidməti bundan xəbərdar deyilsiniz. Baş prokuroru bundan xəbərdar deyilsiniz siz. Niyə adama şərait yaradırsınız Avropada əli qolu açıq gəzsin? Almaniyada o qanunu bilinmiş olsa ki, o gəlibdir, mən sonradan xəbər etmişəm. Onu arxasından təpiyi vurub göndərərlər, çünki o deport olunubdur. Və deport olunandan sonra da gedib baş prokurorluqda bunu gətizdiriblər, artıq rəsmi qaydada mənim haqqımda şikayətlər verir və cinayət işinin açılmasına güya alət olubdur. Yəni, bu tamamilə absurd bir şeydir. Bu məhkəməni gəlin, hünəriniz varsa Almaniyada qurun, bax elə bu işlə bağlı. Hansı ki, bu işlə bağlı açılıbdır, arxasından təpi vurub göndəriblər. İkinci dəfə gəlin açın, hökumətin bütün vəkilləri, baş prokurorluğun bütün adamları dursun arxasında. Yenə sübut eləyə bilmərsiniz. Əgər hadisə Almaniyada baş veribdirsə, o zaman Almaniya bu işə baxır. Siz kimsiniz ki? Baxıb sizin də yalancı olduğunuzu və sukkanız vasitəsilə mənə təxribat yaratmaq istədiyinizi də aşkara çıxardıb sübut edibdir. Bunun arxasında yenə düşürsünüz siz bu maddələrlə. Əl-qərəz. İkinci məsələ. Cinayət işi açırlar ki, və dövlət əleyhinə çağırışlar etmişəm mən və tarixlərdə 2019-cu ilin iyun ayı, aprel ayı, avqust ayında bildirirlər ki, özümün sosial şəbəkə hesabımda, yəni Azad Söz kanalının YouTube hesabında yəqin ki, yaymışam da, əgər yaymışamsa mən. Bəs hansı videolardır? İndi o videoları sizə göstərəcəm ki, mən nələr demişəm, bu videolara görə mənə cinayət işi açıblar. Görün mən doğru mu danışmışam, cinayət işinə əsas verirmi bu videolar, yoxsa bunlar yalancıdırlar, bunlar sadəcə təxribatçıdırlar. Baxın, dəyərli həmvətənlər, deməli, baxın, 2019-cu ildə 8 iyun 2019-cu il tarixində canlı yayımlanıbdır. Hansı ki, bu tarixdə jurnalist oxuyur ki, baş prokurorluq mənə cinayət işi açır bu videoya görə. Ki, mən bu videoda açıq çağırışlar eləmişəm dövlətin əleyhinə və hakimiyyəti zorlara keçirməyə, dövlət idarələrini zəbt etməyə və s. Görün, mən nə danışmışam. Başqa bir neçə günləri də dedilər. O günlərdə isə deməli, ikisində ümumiyyətlə mən video paylaşmamışam. Mənim çıxışım zadım olmayıbdır. Basmanmədə basıblar o tarixləri. Deməli, 15 iyun tarixini. 15 iyun tarixində mən çıxış etməmişəm. Baxın, amma deməli, bu videoda mən nə demişəm? Birinci video. Gördüyünüz kimi, deməli, icra başçıları əhalidən iç kimi qorxurlar. İzlə. Baxın, görün, burada mən nə danışmışam. Tamamilə əksini danışmışam. Dövlət idarələrini zəbt etməkdən yox, dövlət adamları öldürməkdən yox, qulaq asın. İcra başçıları sözün həqiqi mənası. Mən bu videonu biraz YouTube-da sürətləndirilmiş forma ilə qoymuşam ki, yəni çox vaxt getməsin. Aslında insanlara qan udururlar. Kimin köməkliyi ilə? Polisin, yerli əhalinin, prokuraturanın, məhkəmənin və öz qoçu dəstələrinin vasitəsilə. Yəni bəyanin və ifraz zəng edin. Dəyərli həmvətənlər, və ən son həddi yaşayan Gəncənin icra başçısı keçmiş Elmar Vəliyev oldu və kimlər ona cinayətkar deyir, amma Yunus Səfərov doğrudan da qəhrəmandır. O, ümumilikdə bütün bir xalqın, əhalinin, Gəncə igidlərinin və Gəncə əhalisinin, yarım milyonluq əhalinin bir vuran əli oldu. Deməli, mən burada Yunus Səfərovu qəhrəman adlandırıram. Yenə də sözümün üstündəyəm. Amma
Amma qulaq asın. Vəliyevə qarşı. Bəyənin və paylaşın dəyərli həmvətənlər. Və amma sizdən tələb olunan o deyil ki, Yunus Səfərovun yolunu gedəsiniz. Hər kəs gedib orada əhaliyə, sakinlərə qan udduran icra başçısına güllə vursun, öldürsün, öldürməyə cəhd göstərsin və s. Xeyr. Dəyərli həmvətənlər, Gördüyünüz kimi dəyərli dostlar, tamamilə əksini deyirəm mən. Ki, sizdən tələb olunan, istənilən o deyil ki, gedib Yunus Səfərovun etdiklərini edəsiniz. Xeyr, bunu etməyin. Bax, bu tamamilə əksini deyirəm. Bunlar isə deyirlər ki, Tural Sadıqlı hakimiyyəti zorla keçirməyə, dövlət idarələrini, vəzifəli şəxsləri vurub öldürməyə və s. çağırış edirlər. Ayıb deyil. Kamran Əliyev, nə utanmaz adamsan sən. Bir sanmallı bir iş qur da, cinayət işi qur. Hansı maddədir, hansı videondur? Bu videodur da. Qulaq asın. Amma mən sivil qaydada nələr insanlara çağırış eləmişəm. Bu videoda. Bunlar isə bunu cinayətə sövq kimi qələmə verirlər. Ağıllarını itiriblər. Bunların qorxusu bax budur. Mən nöqtəyə vurulmuşam. Bunların üzr istəyirəm, analıq bətninə mən vurub dəli eləmişəm bax bu videolarla, həqiqətən. Bu videolardan sonra Azərbaycanın dövlət idarələrinin qabağına insanlar getdilər. Prezident aparatının qabağı, icra başçılarının qabağı, Mehriban Əliyevanın ofisinin qabağı. İnsanlar o gəlirdilər kütləvi şəkildə aksiyalar edirdilər, öz haqlarını istəyirdilər. Kimisi uşaq pulusunu, kimisi Sosial Müdafiə Nazirinin qarşısında qazilərin gəlməsi. Bax, bu video çıxışlarımdan sonra olmuşdu. Ona görə dəli olub cinayət şaşmışdılar. bu yayımı da siz də gördünüz ki, başlığını qoymuşam. Nazir, məmurlar, icra başçıları əhalidən it kimi qorxurlar. Necə ki, it öz sahibindən qorxursa, başqasından qorxursa, ona hürsə də, qapmağa çalışsa da quyruğunu tərpədir. Çünki özü də qorxur. Çünki o sahibinin və yaxud da başqasının əlində bir çomaq var. O çomağı özündə güc tapıb bu itin başına vura bilər. Məhz yerli icra başçıları da hər zaman əhalidən qorxurlar ki, yeri gələndə əhali o çomağı icra başçısının başına vurar. Sizin haqqınızdır ki, o icra başçısından haqq hesab sorasınız, amma tək-tək deyil. Bir bəli siz haqq hesab sorduğunuz zaman, o zaman sizi qapısından qova bilir. Necə ki, dəfələrlə şahidi olmuşuq, icra başçıları hətta şəhid ailələrini, şəhid qadınlarını belə qapısından it kimi qovublar. Üzr istəyirəm bu ifadəyə görə. Əslində it özləridirlər. Çünki dediyim kimi, onların xaltası, onların ipi xalqın əlindədir. Əgər xalq, əgər şikayətçi, eyni problemi bölüşən şikayətçilər, məsəl üçün, deyək ki, bir Şabran rayonunda eyni problemi bölüşən bir qəsəbənin, məsəl üçün, suyu gəlmirsə, qazı gəlmirsə və yaxud da hər hansı ümumi bir problemi varsa, tək-tək gedib onu nəsə istəyəcəksə icra başçısından, icra başçısı qapısından qovacaq onu, çünki tək gəlibdir. Amma güc birlikdədir. 10 nəfər, 20 nəfər gedib icra başçısının binasının qarşısında bir etiraz etsə və öz haqqını istəsə, haqlarını istəsələr, icra başçısı onda it kimi bəli qorxacaqdır və məcbur olacaq sakinlərin problemlərini həll etsin. Heç ona yuxarıdan tapşırıq gəlməsə də. Rayonlarda daha çox olub, dəyərli həmvətənlər, rayonlarda daha çox olur. Şikayətlər prezident aparatına, məktəblərlə cavab gəlir. Xahiş edirəm, regionlarda olanlar zəng eləsin və göndərir. İşə baxırsınız siz. Buradakı bir kütbeyinliyə, özbaşınalığa, işi özlərindən atmağı görürsünüz siz. Mehriban Əliyevə məktub yazır ki, mən məsəl üçün filan rayonun Siyazənin polis rəisindən narazıyam. Həmən məktubu göndərir təzədən Mehriban Əliyevə, həmən polis rəisinə ki, adam səndən narazıdır, onun problemini həll elə. Təsəvvür edirsiniz nə deməkdir? O polis rəisi də deyir ki, gəl görün bura, tutur onu 10 sutka həbsə göndərir və yaxud da döyür, hətta öldürür. Polis idarələrində, xüsusən rayonlarda öldürülənlər azdırmı bəyər? Xəyər, çoxdur. Ona görə də ümidinizi üzün. Üzün Əliyevdən, İlham Əliyevdən, Mehriban Əliyevadan. Dəyərli həmvətənlər, şikayətlərinizi də dilə gətirərkən, videolara danışarkən, cənab prezident, İlham Əliyevin xəbəri yoxdur, Mehriban Əliyevanın xəbəri yoxdur, o bilsə bu özbaşınalığa son qoyar və s. fikirləri atın dilinizdən, başınızdan. Səmimi deyilsiniz, özünüz də bilirsiniz ki, xəbəri var onun hər şeydən. Göndərir səni döyənin, sənin şikayətçi olduğun polisin üstünə həmən məktubları. Niyə elə etmirmi? Ona görə də siz də bilirsiniz ki, Əliyevlərin hər şeydən xəbəri var. Belə çox süyünü görsənirsiniz və biabırçı görsənirsiniz. O kəslər ki, deyir ki, Mehriban Əliyevanın xəbəri yoxdur. Mehriban Əliyevanın binasının qarşısında etiraz aksiyaları olur, şikayətçilər günlərlə gəlib yatırlar. Kimisi gecə saat 3-də gəlir, səhər saat 12-yə kimi qalır, həmən yenə də girə bilmir içərisinə. Nə qədər belə videoları izləmisiniz, siz izləyirsiniz, Azad Sözün efirində biz yayımlırıq hər dəfə. Ona görə də ümidinizi üzün. Sizin problemlərinizi sizə başınıza açan Mehriban Əliyevadır. Mehriban Əliyeva sizi satır. Əziz regionda yaşayan vətəndaşlar, Mehriban Əliyeva, İlham Əliyev sizi satır. Kimə satır? Kimə satır? Həmən o icra başçısına satır. Həmən o polis rəisinə satır, prokuraturaya satır. Siz elə bilirsiniz ki, məktublarınız gizli mi qalır? Xeyr, yenidən göndərilir. Ümidinizi üzün. Üzün məktublardan. Məktublardan ümidinizi üzün. Bir dəfə göndərmisinizsə, bir ilə də bəs olun, yetinin. Mən adamlar tanıyıram ki, belə şikayətə gəlir, hansı dövlət idarəsinin qarşısında deyir, gəlin Azad Söz, bizi çəkin. Gəlib çəkirik, əlində torbalarla, belə torbalarla gəlir, deyir ki, hara müraciət etməmişəm ki,
Hətta dövlətin kanalizasiya idarəsinə belə müraciət etmişəm mən. İlham Əliyevin kanalizasiyasından başlayaraq JEK müdürlüyünə və nə bilim üfunət verən kanalizasiyaların başında İlham Əliyev və onun ailəsi dayanır. Bu gün kimi xalqa aydındır. Yalnız bəzi problemli insanlar var ki, onlar düşünürlər ki, biz başlamalıyıq məmurlar üzərindən. Bir məmura qalib gələ biliriksə biz, bir məmura qalib gələ biliriksə, xalqda bir inam yaranır ki, artıq kiçik bir figurdan, bir piyadanı aradan götürə bilir, uda bilir. Şahmat yəqin ki, yaxşı bilirsiniz. Birdən-birə şahı devirmək, şahı mat vəziyyətinə salmaq olmur. Hissə-hissə peşəkarlar oynayırsa, hissə-hissə kiçik piyadalardan, ondan sonra atı, ondan sonra fili, ondan sonra ard-ardına gedir, şahı təkləyirsən. Və biz icra başçılarını məcbur eləyə bilsək, xalqın etirazı nəticəsində cəzalandırılsın, necə ki, Elmar Vəliyevi cəzalandırdılar. Bəli, 2-3 aydan sonra İlham Əliyev məcbur oldu onu işindən azad eləsin. Yoxsa elə baxmayın ki, onun beynində güllə var idi, işini icra edə bilməzdi. İcra edə bilərdi. Onsuz da indi hökuməti idarə edənlər, nazir, məmur, icra başçılarının beyinlərində güllə kimi bir şey var. Yəni küt beyindirlər. Pulunu verirlər, 1 milyondan artıqını gəlir icra başçısı olur. Naziri də həmçinin, deputat da həmçinin. Yəni biz məmurları cəzalandırmağı bacarmalıyıq. Əgər biz bir məmuru, bir naziri cəzalandıra bilmiriksə, onun üzərinə hücuma keçə bilmiriksə, həmlələr edə bilmiriksə və həmlələr nəticəsində onu geri addım atmağa məcbur edə bilmiriksə, İlham Əliyev necə biz devirə bilərik? Hansı İlhama güc gəlməkdən danışmaq olar? Nə qədər mitinglər keçirilsin, o mitinglərə az adamlar gələcək. Çünki inamlar yoxdur, inam yoxdur. İnam yoxdur ki, İlham devrilə bilər. Çünki hətta inam yoxdur ki, bir icra başçısını sən vəzifəsindən azad etmək gücündəsən, dəyərli həmvətənlərim. Məsələ burasındadır. Mən buna diqqət etmək istəyirəm. Biz bir məmuru cəzalandırmağı bacarmalıyıq. Bir məmuru cəzalandırmağı bacarmalıyıq. Onu İlham Əliyev öz xoşuna etməyəcəkdir. Etmir də. Bütün məmurlara volya, sərbəstlik veribdir ki, xalqa qan uddursun. Çünki xalqa qan uddurmasa, xalqın cibindən soyub öz cibinə doldurmasa, yuxarılara da apara bilməyəcək. İlham Əliyevin də ağzına tıxaya bilməyəcəkdir o pulu, o sərvəti. Ona görə də sistem belə qurulubdur. Biz məmuru cəzalandırmağı bacarmalıyıq. Bir nazirə Oqtay Şirəliyevə bizim gücümüz çatmır. Çatmır. Niyə? Gücümüz çatmır çünki cəhd göstərmirik biz. Teymur Kərimovun anası öldü. Anası dünən həyatına son qoydu. 5-ci gün saat 10-da, ötən gün saat 10-da Oqtay Şirəliyev 50 yaşın Teymur Kərimova qarşı açdırdığı cinayət işinə Nəsimi rayon məhkəməsində baxıldı. O məhkəməyə bizim çağırışımızla onlarla adam getdi. Gedən hər kəsə minnətdaram, təşəkkür edirəm, ayaqları var olsun. Teymur özü də təşəkkür etdi dəstəyi olduğu üçün. Amma Teymur orada olarkən anası reanimasiyadaydı. Nəyə görə? O anasının yanında olmalıydı. Can verən anasının yanında olmalıydı. O onu öldürən, onu reanimasiyaya salan, onu can verdirən Azərbaycanın rüşvətxor səhiyyəsi oldu. Oqtay Şirəliyev oldu. Onu indi də öldürən, qəbrə salan Oqtay Şirəliyev səhiyyəsi oldu. Amma biz Teymur Kərimovun yanında olmadıq. Az insan oldu orada. Niyə? Biz bunu bacarmırıq. Gedib biz bir nazirə, gedib deməyəcəksən İlham Əliyev, sən diktatorsan, istefa ver, rədd ol, get buradan. Sən sadəcə gedib Nəsimi rayon məhkəməsində o məhkəmənin qarşısında dayanacaqdın. Dayanacaqdın ki, Teymur sən tək deyilsən və Oqtay Şirəliyev səhv deyir, səhiyyədə rüşvət var, səhiyyədə can almalar var. Amma bunlar olmadı, getmədiniz. Çünki sizin evinizdən də eyni Teymurun evindən çıxan bir meyit çıxa bilər. Bunu kimsə özünə acı bir söz kimi qəbul etməsin. Mənim də ailəmdən çıxa bilər. Bu bərbad səhiyyənin nəticəsində, rüşvətxorluğun nəticəsində hər kəsin. Dəyərli dostlar, gördüyünüz kimi mənim burada məmuru cəzalandırmaq deyərkən məmuru gedib öldürməyi nəzərdə tutmuram. Gedib məmuru öldürün, mən demirəm. Hətta Yunus Səfərovu başlanğıcda gördünüz ki, deyirəm ki, onun etdiyini etməyin, buna çağırış etmirəm. Bu sizdən tələb olunmur. Tələb olunan nədir? Haqqınızı gedin istəyin. Toplu halda gedin dövlət idarələrinin qabağına. Diriyin həmən məmuru divara, məcazi mənada icra başçısını, naziri ki, haqqımızı ver. Və baxın, misal çəkdim ki, Teymur Kərimov indi həbsxanadadır. Allah qapısını açsın. Jurnalist o vaxtı anasının harayındaydı. Xərçək xəstəsi idi. Səhiyyə naziri Oqtay Şirəliyevin bərbad səhiyyəsi və indi davam edir. İlham Əliyevin səhiyyəsidir bu. Nə varsa Əliyevin adına yazılır. Bu öz yerində. Anasını öldürdü onun. Və Oqtay Şirəliyev Teymur Kərimovu məhkəməyə vermişdi. İnsanlar gəlib məhkəmədə Teymur Kərimova dəstək olmalıydı və məhz çoxlu yüzlərlə, minlərlə insan gəlmiş olsaydı, Teymur Kərimova dəstək olmuş olsaydı orada, o zaman Oqtay Şirəliyeva gücümüzü göstərmiş olardıq. Onu cəzalandırmış olardıq. Bax, bunları mən nəzərə tuturam. Həmən videonu mən burada indi sizin başınızı ağrıtmaq istəmirəm. Bütün videonu axıra kimi göstərmək istəmirəm. 1 saata yaxındır. Axıra kimi danışığımızda yalnız deyirəm ki, məmurları dövlət idarələrinizə gedib, haqlarınızı toplu halda tələb etməklə, qanun yollarla, sivil yollarla siz cəzalandıra bilərsiniz. Bəli, İlham Əliyev cəzalandırmır onları. Yalnız ona pul atanları cəzalandırır. Xalq isə özü bax belə haqqını tələb etməklə cəzalandırmalıdır. Bunu da indi götürüblər ki, mən deyirəm ki, gedin nəsə bir şey deyin. Görürsünüzmü, dəyərli dostlar, burada
hansı cinayətə çağırış var? Gördünüzmü? Axıra kimi baxın. Baxın, tarixi də var. Dediyim kimi 8 iyun 2019-cu il tarixində. Digər bir video isə onların baş prokuroru da gedir ki, bu videoda da mən yəni həmən tarixli videoda mən yenə hakimiyyəti devirməyə çağırışlar etmişəm. Baxın, indi mən hansı videonu sizə göstərəcəm? Başqa bir video göstərilir 15 iyun tarixində. Bu tarixdə isə baxın, kimlə mən danışmışam? Keçmişin güya müxalifətçisi, indinin isə yaltağı İlham Əliyevə yaltayan Ramiz Yunusla. Və nədən danışmışıq? Qurtuluş gününün tariximizə necə sırıdılar? Canlı tarix danışır və Heydər Əliyev necə Azərbaycan hakimiyyətini qəsb elədi? 99% burada Ramiz Yunus danışır. Mən heç də danışmamışam. Yəni, suallar və s. vermişəm. Heydər Əliyev hakimiyyəti ələ keçirməsi ilə xalqa bəla gətirdi. Ramiz Yunusun danışdıqları idi. İndi olub Yalta, indi o rahat Bakıya gedir, oradan Şuşaya gedir, İlham Əliyevə şeirlər oxuyur, danışır. Yadınızda da onun videosu çıxdı qarşınıza. Nə oldu? Ramiz Yunus yaltaq oldu deyə onu bağışladınız, hələ mükafatlandırdınız. Mənə isə cinayət işi açırsınız, axtarışa verirsiniz, Bakıya cinayət işi üçün çağırırsınız. Budur sizin vətəndaşınıza münasibətiniz və tutun da Ramiz Yunusu tutun. Yox, axı tutmarsınız. Yaltaqlıq edib istədiyinizi eləyir sizin. Dəyərli dostlar, bax bundan ibarətdir. Avropada məhkəmə keçirilsin, həm bu işlər üzrə, həm o güya pul atmışam o iş üzrə cavab verməyə hazıram. Məhkəmədə gələrəm də vəkilsiz iştirak edərəm mən. Çünki tərtəmizəm. Pambıq kimi ağappağam, alnım açıqdır. Həm vicdanım qarşısında, Allahın qarşısında, həmçindəki qanunlar qarşısında. Amma o qanunları dediyim kimi siz fırladırsınız istədiyiniz kimi. Mən isə sizin bu cür fırlatdığınız qanunlar qarşısında gəlib Azərbaycanda cavab verəsi deyiləm. Dürüst məhkəmə keçirilərsə və buna zəmanət verilərsə, zəmanətdə mən açıqladım ki, nədir? Açıqladım nədir? İstefa verirsiniz, günahlarınızı boynunuza alırsınız, islahat keçirirsiniz, demokratik seçki keçirirsiniz, mühacirlərə sülh elan edirsiniz. Bir addımı siz atın, ondan sonra görün ki, biz Azərbaycanın dibinə kimi Azərbaycanlıyıq. Amma sizdə o qeyrət yoxdur. İlham Əliyevin yanında oturanlar, TTX-ı, baş prokurorluğu və s. hərəsi bir ip salıb oynadır. Əliyev də belə alladır. Milyonlar çıxardırlar dövlətin büdcəsindən və qara xəzinələrindən. Yeyirlər, xalqa saxlayırlar. Yeri gələn İlham Əliyev alladırlar ki, bax, mühacirlərə belə biz müharibə aparırıq. Nə qələt edə bilmişsiniz indiyənə kimi? Ağzımı niyə açdırırsınız? Nəysə, dəyərli dostlar. Hələlik bu qədər. Mənim mövqeyim, açıqlamam bundan ibarətdir. İşinizdə olun sizdə. Biz də işimizdə davam edirik.